İsrail-İran müharibəsindən 6 ay keçsə də, vaxtaşırı onun yeni təfərrüatları üzə çıxır və beynəlxalq miqyasda geniş diqqət çəkir. Bu dəfə Washington Post qəzeti və Amerika Birləşmiş Ştatları İctimai Televiziyasının Frontline proqramının birgə araşdırması həmin müharibənin sensasiyalı detallarını aşkara çıxarıb. Dünən yayılmış araşdırmada İsrailin İran nüvə proqramının beyin mərkəzinin aparıcı nüvə alimləri və mühəndislərin məhv edilməsi üçün həyata keçirdiyi ildırım sürətli Narniya əməliyyatından bəhs olunur. Bildirilir ki, əməliyyat çərçivəsində İsrail kəşfiyyatının analitikləri əvvəlcə İranın 100 ən mühüm nüvə aliminin adlarından ibarət siyahı tərtib edib. Sonra bu siyahı 12 nəfərə qədər qısaldılıb. Hər bir alim haqqında ayrıca dosya hazırlanıb. Onların fəaliyyəti, iş və yaşayış yeri dəqiq müəyyən olunub. İyunun 13-də gecə saat 3:21-də əməliyyata start verilib. Nəzəri fizika və partlayıcı maddələr üzrə mütəxəssis Məhəmməd Tehrançı İran paytaxtında professorlar binası kimi tanınan evin 6-cı mərtəbəsindəki mənzilində öldürülüb. 2 saatdan sonra vaxtilə İranın Atom Enerjisi Təşkilatına rəhbərlik etmiş Fereydun Abbasi növbəti zərbə nəticəsində həlak olub. Sonrakı günlərdə bütövlükdə İranın 11 ən aparıcı nüvə mütəxəssisi aradan götürülüb. İsrailin ilk zərbələrindən biri İranın önəmli nüvə alimlərindən olan Məhəmməd Rıza Siddiqi Sabirin Tehrandakı evinə indirilib. Lakin o evdə olmadığı üçün zərbə nəticəsində 17 yaşlı oğlu həlak olub. Bununla belə İsrail kəşfiyyatı Siddiqi Sabiri izləməkdə davam edib və onu yalnız müharibənin son günü, iyunun 24-də Gilan əyalətindəki ata evində qətlə yetirməyə müvəffəq olub. Sözü gedən araşdırmanın ən diqqət çəkən məqamlarından biri müharibənin planlaşdırıldığı dövrdə İsrail və Amerika Birləşmiş Ştatlarının diplomatik hiylələrdən və dezinformasiyalardan istifadə etməsi ilə bağlıdır. Qeyd olunur ki, Donald Trumpın ikinci prezidentlik dövrünün başlanğıcında onunla görüşən ilk xarici lider olan İsrailin baş naziri Benyamin Netanyahu Amerika Birləşmiş Ştatları rəhbərinə İrana hücumun 4 variantını təklif edib. Birinci variant İsrailin İrana təkbaşına hücumunu nəzərdə tutub. İkinci variant Amerika Birləşmiş Ştatlarının minimum dəstəyi ilə İsrailin hücuma keçməsini, üçüncü variant tərəflərin birgə həmləsini ehtiva edib. Dördüncü variantda isə hücumda əsas rolu Amerika Birləşmiş Ştatları öz üzərinə götürməli idi. Bundan sonra İrana hücumla bağlı aylarla davam edən intensiv strateji hazırlıq başlayıb. Trump həmin dövrdə İranla nüvə diplomatiyasına şans vermək istəyib. Lakin eyni zamanda İsraillə kəşfiyyat məlumatlarının mübadiləsinə və əməliyyatı planlaşdırmağa davam edib. İsrail liderləri bu fikirdə olublar ki, əgər onlar sonda İrana zərbə endirmək qərarına gəlsələr, diplomatiyaya şans verilməsi qlobal ictimai rəyin formalaşması üçün vacibdir. Lakin onlar həmçinin Trumpın saziş əldə etmək üçün İranla əlverişsiz bir razılaşmaya gedə biləcəyindən də ehtiyat ediblər. Aprel ayının ortalarında Trump İrana nüvə razılaşmasına nail olmaq üçün 60 gün vaxt verib. Bu müddət iyunun 12-sində başa çatıb. Həmin vaxt Trump və Netanyahu İranı bundan sonra baş verəcək hadisələrə hazırlıqsız yaxalamaq üçün manevr ediblər. İyunun 12-sində Trump jurnalistlərə İsrailin İrana hücumunun tam mümkün olduğunu söyləyib. Eyni zamanda danışıqlar yolu ilə həll variantına üstünlük verdiyini açıq şəkildə bəyan edib. Amerika Birləşmiş Ştatları İran nüvə danışıqlarının növbəti mərhələsi iyunun 15-də keçirilməli idi. Amma artıq İsrail İrana zərbə endirmək qərarına gəlmişdi və Amerika Birləşmiş Ştatları da bunu yaxşı bilirdi. Planlaşdırılan diplomatiya isə bir hiylə idi və hər iki ölkənin rəsmiləri Amerika Birləşmiş Ştatları ilə İsrail arasında güya fikir ayrılığı olduğuna dair mediaya ötürülən xəbərləri təşviq edirdilər. İndi araşdırma müəlliflərinə açıqlama verən məlumatlı şəxs bildirib ki, Netanyahunun güya Witkov və ya Trumpın fikirlərini bölüşməməsi ilə bağlı o dövrdə yayılan məlumatlar yalan olub. Amma bu, planlaşdırmaya diqqət çəkmədən irəliləməyə kömək edib. Araşdırmadan aydın olur ki, hətta İsrail İranı bombalamağa başladıqdan sonra belə Trump administrasiyası son diplomatik cəhddən istifadə edib və İrana gizli şəkildə nüvə proqramı ilə bağlı qarşıdurmanı həll etmək üçün təklif göndərib. İran, Trumpın İsrailə Amerikanın hərbi dəstəyini təsdiqləməzdən əvvəl göndərdiyi bu təklifin son fürsəti olacağını bilməyib. Təklifin şərtləri isə sərt olub və Tehranın Hizbullah və Həmas kimi proksi qruplara dəstəyini dayandırmasını, eləcə də Fordo uranı zənginləşdirmə mərkəzinin və digər fəaliyyət göstərən nüvə obyektlərinin uranı zənginləşdirməyə imkan verməyən alternativ obyektlərlə əvəzlənməsini etva edib. Bunun müqabilində Amerika Birləşmiş Ştatları İrana tətbiq edilən bütün sanksiyaları ləğv edəcəkdir. Amma Amerika Birləşmiş Ştatları bu təklifi Qətər diplomatları vasitəsilə İrana çatdırdıqdan qısa müddət sonra Tehran onu rədd edib və bunun ardınca Trump Amerika aviasiyasının hücumlara qoşulmasına icazə verib. Araşdırmada belə bir məqam xüsusi vurğulanıb ki, İsrail, Amerika Birləşmiş Ştatları və Beynəlxalq Atom Enerjisi Agentliyi təmsilçilərinin fikrincə, müharibə nəticəsində İranın nüvə proqramı ciddi zərbə alıb və illərlə geri atılıb. Lakin Prezident Donald Trumpın İranın nüvə proqramının tamamilə məhv edildiyi barədə iddiası reallıqdan çox uzaqdır. Bununla əlaqədar araşdırmaya
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Frontline müsahibəsində səsləndirdiyi aşağıdakı fikirlərlə yekun vurulub. İranın nüvə proqramını məhv etmək mümkün deyil. Əgər siz bir texnologiyanı kəşf etmisinizsə, onu sizin əlinizdən ala bilməzlər. Bu arada İranın keçmiş prezidenti Həsən Ruhani də 12 günlük müharibənin İranı qəfil yaxalamasının səbəbləri barədə maraqlı açıqlama verib. Vaxtilə başçılıq etdiyi hökumətin üzvləri ilə sırağa gün keçirdiyi görüşdə Ruhani bildirib ki, son illərə qədər hakimiyyətin inandığı şəxslər İsrail və Amerika Birləşmiş Ştatlarının İrana hücum etməsi ehtimalının sıfıra bərabər olduğunu deyiblər. Onlar iddia ediblər ki, əgər belə bir hücum baş verərsə, İsrail cəmi bir neçə günə məhv olacaq və İran regionda olan 10 minlərlə Amerika əskərini öldürəcək. Ruhani əlavə edib ki, yuxarı orqanlar məhz bu şəxslərin düşüncələri və hesablamaları əsasında qərarlar qəbul ediblər. Keçmiş prezident bir ölkənin rəhbərliyinə yanlış hesabatlar və məlumatlar verməsini ən böyük xəyanət adlandırıb və vurğulayıb ki, qərar qəbul edən qurumlar aşağı orqanların verdiyi informasiya və təhlilləri asanlıqla qəbul etməməlidirlər. Daha əvvəl noyabr ayının sonlarında Həsən Ruhani bildirmişdi ki, 12 günlük müharibədən aylar keçməsinə baxmayaraq, İran hələ də nə sülh, nə müharibə şəraitindədir və bu üzdən ölkə təhlükəsizlik hissinin olmadığı bir vəziyyətdə yaşayır. O da maraqlıdır ki, təxminən eyni vaxtda İranın ali rəhbəri Ayətullah Əli Xameneyi növbəti dəfə 12 günlük müharibədə Amerika Birləşmiş Ştatları və İsrailin məğlub olduğunu iddia edib. Hökumət mediası bu iddianı əsaslandırmaq üçün dəridən qabıqdan çıxsa da, İran cəmiyyəti onu ciddi qəbul etmir. Haqqında danışılan araşdırma nəticəsində ortaya çıxan yeni təfərrüatlar da İranın qısa müddətli hərbi qarşıdurmada necə ağır itkilərlə üzləşdiyini nümayiş etdirir. Təsadüfi deyil ki, bu günlərdə Moskvada səfərdə olan İran Xarici İşlər Naziri Abbas Əraqçı Rusiyalı həmkarı ilə görüşdə həmin vəziyyətin bir daha təkrarlanmaması üçün Rusiyadan açıq şəkildə kömək istəyib.